Məndə masajda 38 metrədir. Mən orada elə bilirəm ki, 2 bunun boydadır. Ancaq cəmi 3 metrə fərqləri var. Torpaq indi bu yan hasar olmuş olsaydı, həqiqətən də o məsafə, uzunluq rahat görünə bilərdi. Yenə deyirəm, belə çox səmərəli, sərfəli, quru torpaq, yola yaxın, havası gözəl. Biləcəlidən fərqlidir Vüsal bəy, bir də onu deyim, köhnə Biləcəli çökəkdədir, bura yüksəkdədir. İndi inşallah qaydanda görərsiniz, buradan ana yola düşmək üçün Bakı Sumqayıt şəssisinə padyumdan aşağı düşürsünüz. Yəni o ana yol buradan aşağıdadır. Neçənci ildə almışsınız torpaq? 2016-cı ildə. Ancaq torpağın sənəti 2004-cü ilin sənətidir. Bələdiyyə sənəti. Bəli, bələdiyyə sənətini sənətdə sizə təqdim edirəm, baxarsınız. Ödəniş haqqısı, sonra çerközdə. Bir də məndə torpaqda bələdiyyə sənəti olsa da, məndə sənətdə də qeyd olunub ki, tikinti təyinatlıdır. Yəni, inşallah sizə təqdim edirəm, canlı baxarsınız. Havası gözəl. Anar bəy, təşəkkür edirəm. Ətraflı məlumat verdiniz. Qiymət barədə necə? Qiyməti indi açıqlayacaqsınız, yoxsa sizə zəng eləyib soruşacaqlar? Yox, qiyməti də bilsinlər. Əslində ehtiyacdan olduğu üçün bu qiymətə satıram.